SSR dövründə Volqaya 2 motor qoydular. Amma bu sürət üçün deyildi. Volqaya 2 mühərrik qoyublar deyəndə adam elə gəlir ki, məqsəd Volqanın raket kimi uçmağı olub. Amma yox, məsələ tamam başqaydı. 80-ci illərin ortalarında mühəndislər baş sındırdılar ki, bu maşınlar biraz az benzin yandırsın və az tüstü buraxsın. Normalda silindiri söndürmək kimi çətin sistemlər var idi. Amma bunlar dedilər, boş verin bunu, gəlin başqa cür edək. Və bir nəfər yerindən atlanaraq dedi, qardaşlar, gəlin 2 ayrı mühərriki birləşdirək, bir yerdə işləsinlər. Birinci hər kəs bir-birinə baxdı, güldü, amma sonra niyəsə görə məntiqli gəldi və belə bir əsrarəngiz ideya ortaya çıxdı. Eksperiment də Qaz 24 Volqa üzərində edildi. Nə etsələr yaxşı, kapotun altına 2 dənə Vaz 2101 mühərriki yerləşdirdilər. Amma əsas hiləsi buradaydı ki, lazım olmayanda mühərriklərdən birini söndürürdün. Yəni yavaş sürəndə bir motor işləri, qaza basanda 2 motor. Təbii ki, hər şey ideal deyildi. Mühərriklər kapota sığmadı. Maşının burnunu uzatmaq məcburiyyətində qaldılar. Amma nəticəyə gəlsək şok. Ən bomba nəticəni harda gördülər desən, əlbəttə ki, Ekorallidə 100 km 5 litrdən bir az çox yandırdı. Yəni bu 2 motorlu qəribə bir maşın birdən-birə qənaət ustasına çevrildi. Amma sonu nə oldu deyə sual verirsən, 90-cı illər gəldi, SSR dağıldı. Layihə arxivə getdi. Bəlkə də o vaxt bu ideyanı davam etdirsəydilər, bugünkü hibrid maşınların babası elə bu 2 motorlu Volqa ola bilərdi. Sizcə belə ideyaların gələcəyi var idimi? Sabahki videomu qaçırmamaq üçün isə o əsrarəngiz barmaqlarınla videonu bəyənib kanala abunə olmağı unutma.